Hər vaxtınız xeyir əziz dostlar. Bu həftənin mövzusu Məsihdə tamlıq. Heç düşünmürsünüzmü ki, bəzən dini qaydalar niyə bu qədər ağır, bu qədər mürəkkəb hiss etdirir? Elə bil nəsə çatmır. Baxın, qədim bir məktubda bu hissi izah etmək üçün çox maraqlı bir bənzəmə var. Kölgə və reallıq. Gəlin birlikdə bu iki anlayışının fərqini araşdıraq və görək bu bizim mənəvi azadlığımız üçün əslində nə deməkdir? Bilirsiniz, bu sual çoxumuza tanışdır. Əgər siz də nə vaxtsa belə bir hiss keçirmisinizsə, bilin ki, tək deyilsiniz. Əslində bu hissiyat bugün danışacağımız məktubun yazılmasının əsas səbəblərindən biridir. Bu sadəcə bir narahatlıq deyil. Bu imanın əsl mahiyyəti ilə bağlı çox dərin bir məsələdir. Və budur. Məsələnin açarı məhz bu ayədədir. Fikir verin, burada nə dərəcədə kəskin bir qarşıdurma var. Bir yandan sadəcə gələcəyə işarə edən, amma özü əsl olmayan bir kölgə dayanır. Digər yanda isə o kölgəni yaradan əsl möhkəm, toxuna biləcəyimiz bir reallıq var və bu reallıq Məsihdir. Yaxşı, gəlin məsələnin kökünə inək. Bunun üçün bir anlıq qədim Kolossi şəhərinə səyahət etməliyik. Çünki oradakı imanlılar inanclarını təməlindən sarsıdan çox çaşdırıcı təlimlə üz-üzə qalmışdılar. Deməli, problem nə idi? Əsas problem o idi ki, bəziləri Məsihin sadə və aydın müjdəsini götürüb, onu insan fəlsəfələri ilə boş adət-ənənələrlə qarışdırırdılar. Bu təlimlər, yəni bu qaydalar Allahdan gəlmirdi. Onlar tamamilə insanların yaratdığı bu dünyanın prinsiplərinə söykənən şeylər idi. Yaxşı, bəs bu təhlükəli kölgələr deyəndə nəyi nəzərdə tuturuq? Yəni insanları əsl reallıqdan uzaqlaşdıran bu şeylər tam olaraq nə idi? Gəlin indi onlara bir-bir baxaq. Baxın, bu kölgələr müxtəlif formalarda qarşımıza çıxırdı. Birincisi, aldadıcı insan fəlsəfələri və ənənələr idi. Sonra, məsələn, nə yeyib içməli olduğunuz, hansı bayramları qeyd etməli olduğunuz barədə çox sərt xırdacı qaydalar qoyulurdu. Hətta iş o yerə çatmışdı ki, bəziləri mələklərə pərəstiş etməyi və ya bədənə əziyyət verən sərt pəhrizləri, yəni asketizmi təbliğ edirdilər. Bütün bunların ortaq bir cəhəti var idi. İnsanları azad etmək yerinə onların çiyninə daha çox yük qoyurdular. Təsəvvür edin ki, günəşli bir gündə böyük bir ağacın kölgəsində dayanmısınız. Kölgə sizə ağac haqqında məlumat verir, düzdür? Onun formasını, hündürlüyünü təxmin edə bilirsiniz. Amma kölgə ağacın özü deyil. Ona toxuna bilməzsiniz. Meyvəsindən dərə bilməzsiniz. Bax, bu qaydalarda eyni ilə belə idi. Onlar sadəcə bir işarə idilər, müvəqqəti bir təsvir idilər. Amma əsl reallığın özü deyildilər. Yaxşı, bura qədər kölgələrdən danışdıq. İndi isə gələk əsas məsələyə. Kolossillərə yazılan məktub bu kölgələrə qarşı çox güclü və daimi bir həll yolu təqdim edir. O kölgələrin işarə etdiyi əsl reallıq. Bu həqiqətən də inanılmaz bir bəyanatdır. Mesaj çox aydındır. Siz artıq Məsihdə tam və bütövsünüz. Heç bir əlavə qaydaya, heç bir xüsusi mərasimə ehtiyacınız yoxdur ki, tam olasınız. Çünki əsl hikmətin və biliyin bütün xəzinələri başqa heç bir yerdə yox, məhz Məsihin özündədir. Baxın, kölgə və reallıq arasındakı fərq bu arada özünü çox aydın göstərir. Fiziki sünnət bir kölgə idi, bir simvol idi. Əsl reallıq isə ruhani sünnətdir. Yəni bu bədəndə edilən bir əməliyyat deyil. Bu Məsihin özünün ürəyimizdə etdiyi bir dəyişiklikdir. İnsanı günahlı təbiətdən ayıran dərin daxili bir çevrilmədir. Bu o qədər güclü bir obrazdır ki, Kolossillərə 2:14-də deyilir. Bizim əleyhimizə olan, bizi ittiham edən bütün o qaydalar siyahısı, o borc sənədi sanki götürülüb Məsihin çarmıxına mıxlandı. Yəni ləğv edildi. Artıq qüvvədə deyil. O borc tamamilə ödənilmiş. Yaxşı, gəlin indi bu iki anlayışı yan-yana qoyaq ki, aradakı fərqi bir daha tam aydınlığı ilə görək. Bax, bu cədvəl düşünürəm ki, hər şeyi çox gözəl ümumiləşdirir. Soldakı sütun, kölgə müvəqqəti idi, natamam idi.
Sağdakı sütun reallıq isə daimidir, tamdır və ən əsası azad edicidir. Sual budur, reallıq artıq buradadırsa, niyə kimsə hələ də kölgədə yaşamağı seçsin ki? Deməli, gəlib çatdıq ən vacib məqama. Bütün bunları bildikdən sonra biz bunu öz həyatımıza necə tətbiq edə bilərik? Yəni, bugün Məsihin reallığında yaşamaq əslində nə deməkdir? Dərsimiz bizə sanki 4 addımlı bir yol xəritəsi verir. Çox sadədir. Birincisi, Məsihi sadəcə bir fəlsəfə, bir təlim kimi yox, canlı bir şəxs kimi həyatınıza qəbul edin. İkincisi, bir bitki kimi köklərinizi dərinə salın. Yəni, imanınızı onun kəlamına, müqəddəs yazılara möhkəm bağlayın. Üçüncüsü, bu möhkəm təməl üzərində imanla ucalın, tikilin, güclənin. Və nəhayət dördüncüsü, gündəlik həyatınızda, hər addımınızda onunla birlikdə yeriyin. Bu sitatda əslində bayaq danışdığımız məsələni bir daha təsdiqləyir. Əvvəldə qeyd etdiyimiz o boş insan fəlsəfələrinin əksi olaraq əsl həqiqət və hikmət mənbəyi kimi müqəddəs yazılara güvənməyin nə qədər vacib olduğunu vurğulayır. Əsl hikmət insan ənənələrində deyil, məhz buradadır. Və beləcə bu son sualla yekunlaşdırmaq istəyirəm. Bir anlıq düşünün, sizin həyatınızda Məsihin reallığının yerini almağa çalışan kölgələr hansılardır? Bəlkə bunlar köhnə adətlərdir, bəlkə ətrafın təzyiqidir, ya da bəlkə də şəxsi qorxularınızdır. Unutmayın ki, məqsəd kölgələrin içində ilişib qalmaq deyil. Məqsəd Məsihdə olan o canlı, azad və tam olan reallığa doğru cəsarətlə addımlamaqdır. Dinlədiyiniz üçün təşəkkür edirəm.